Salam hörmətli müəllimlər, hər vaxtınız xeyir olsun. Bildiyiniz kimi artıq 2025-2026-cı tədris ilinin sonuna doğru yaxınlaşırıq. Artıq bir neçə həftədən sonra növbəti tədris ili ilə belə deyək də vidalaşacağıq və bu tədris ilinin yekununda müəllimlərin işə qəbul imtahanına qeydiyyat prosesi yenidən start verir. Hər il olduğu kimi bu ildə may ayının sonlarından elektron ərizə qəbulu prosesinə start verilir və bu ildən yeni bir dəyişiklik oldu. Əvvəlki illərdə müəllimlərin işə qəbul imtahanına qeydiyyat prosesi tamamilə ödənişsiz şəkildə həyata keçirilirdi. Yəni müəllim dövlətə heç bir ödəniş etmədən imtahanda iştirak edə bilirdi. Amma bu ildən qəbul edilən qərara görə müəllimlərin imtahanda iştirakı ödənişli olacaq və bu ödəniş 60 manat məbləğində olacaq. Ödənişdən təbii ki, imtiyazlı şəxslər var ki, onlar azad olacaq. Bunlar şəhid ailələri, müharibə veteranları və sair insanlardır təbii ki. Ancaq böyük kütlə, digər insanlar imtahanda ödənişli formada, yəni 60 manat dövlət hesabına keçirərək ödənişli formada, necə ki, abituriyentlər imtahanda iştirak edərkən, belə deyək də, ödəniş edirlərsə, cari ilin məzunlarından başqa təbii ki, digər abituriyentlər ödəniş edir. Artıq bu qayda müəllimlərə də tətbiq olunacaq. Müəllimlər də imtahan prosesində ödənişli formada, belə deyək, daxil olacaqlar. Bu əslində bəzi müəllimlər üçün həm müsbətdir, həm də təbii ki, belə deyək də, maddi vəziyyəti yaxşı olmayan müəllimlər üçün pisdir. Ümumi götürsək, bu qərarın qəbul olunması imtahanda hər kəsin bir növ, yəni iştirak etməməsi üçün tətbiq olunur təbii ki. Çünki bilirsiniz ki, əvvəlki illərdə belə deyək də, müəllimlik ixtisasını bitirən hər kəs əgər həmin gün vaxtı varsa imtahan verməyə gedəcək, belə deyək, vaxtı varsa o da imtahanda iştirak edir. Hətta maraq üçün qeydiyyatdan keçib imtahana getməyən yüzlərlə, bəlkə də minlərlə müəllim var idi. Bu da Təhsil Nazirliyi, belə deyək də, büdcəsinə hər halda ki, maddi ziyan vururdu. Yəqin ki, onların imtahanda iştirak etməsi üçün kompüterlərin gətirilməsi, avadanlıqlar və s. bununla bağlı, yəni Təhsil Nazirliyinin bildirdiyi açıqlama təbii ki, bununla bağlı oldu ki, yəni bu tipli əlavə xərclərin qarşısını azaltmaq məqsədi ilə müəllimlərin işə qəbul imtahanı artıq ödənişli olacaq, hörmətli müəllimlər. Artıq yəni hazırki qeydiyyat prosesində artıq dövlətə siz 60 manat məbləğində ödəniş edəcəksiniz. Və qeyd edim ki, artıq elektron sənəd qəbulu mərhələsinə bir neçə gün və ya bir həftə falan, belə deyək də, qısa bir müddət qalıb. Qısa müddət ərzində elektron sənəd qəbulu başlayacaq yaxın günlərdə və biz belə deyək də, sosial şəbəkə vasitəsilə müəllimlərimizə bildirmək istəyirik ki, əgər kimlər qeydiyyatdan keçmək istəyirsə, bizə müraciət edə bilər. Qeyd edeyim ki, bu ilki artıq elektron sənəd qəbulu prosesində fərqli bir, belə deyək də, etalon da artıq ora daxil oldu. Ödəniş etalonu artıq, belə deyək, bizim qeydiyyat mərhələlərində əlavə edəcəyimiz hissə də olacaq ki, bu qeydiyyat prosesinə ödəniş etmək hissəsidir. Təbii ki, qeydiyyatda hər hansı bir kiçik bir səhv sizin bir ilinizi, ən azı bir ilinizi, bəlkə daha çox müddəti əlinizdən ala bilər. Bəlkə də bu il daha yaxşı hazırlaşmısınız və qeydiyyat prosesini səhv edirsiniz. Bir il əldən çıxdı və növbəti ildə bu qədər bal toplaya bilmirsiniz. Və artıq bu o deməkdir ki, siz bir ilinizi deyil, hətta illərinizi, bəlkə də həyatınızın ən yaxşı, belə deyək də, düşə biləcəyiniz bir məktəbi əldən çıxaracaqsınız. Onun üçün də kim əgər tam yüksək səviyyədə qeydiyyat prosesini bilmirsə, əgər orada az da olsa şübhəsi varsa ki, nəyisə səhv eləyərəm, ehtiyat eləyir, yəni bundan ötürü riskə getməyə dəyməz. Yəni elə də ciddi bir məbləğ deyil, yəni əlçatmaz bir məbləğ deyil ki, yəni qeydiyyat prosesində bizim vasitəmizdən istifadə etməyəsiniz. Müraciət etmək istəyən müəllimlərimiz ekranda, üzr istəyirəm, ekranda əlaqə nömrəsi görürsünüz, 050 874 60 00 nömrəsinin WhatsApp-dan yaza bilərsiniz və ya əlaqə saxlaya bilərsiniz, zəng eləyə bilərsiniz, yəni belə deyək. Qeyd edirik ki, elektron sənəd qəbulu prosesində bizim tərəfimizdən, yəni sizin bizə ödəyəcəyiniz xidmət haqqına həm digital login hesabını, yəni kimlərdə ki yoxdursa, digital login hesabının yaradılması, həmçinin elektron sənəd qəbulu, yəni müəllimlərin işə qəbul imtahanına elektron ərizə qəbulu, sənəd qəbulu prosesinin əvvəldən axıra qədər yekunlaşdırılması, ödəniş
hissələrinin doldurulması, ödənişin edilməsi və sair hissələr daxildir. Təbii ki, siz indi 60 manat məbləği hər halda ki, özünüz ödəyəcəksiniz. Bu aydın məsələdir. Bunu dövlətə ödəyirsiniz. Bizə heç bir aidiyyəti yoxdur. İmtahanda iştirak edəcək istənilən bir müəllim 60 manat ödəniş edəcək. Bizim öz xidmət haqqımız isə ayrıdır. Onu da belə deyim də, yəni həmin məbləğ 60 manat məbləği yəni dövlət ödəyəcəksiniz. Bu ayrı məsələdir. Bunu belə deyək də, qeydiyyat prosesində biz ödəyəcəyik qeydiyyat prosesini tamamlayarkən. Bizim ödənişimizə gəldikdə isə bizim ödənişimiz haqqında məlumat, eləcə də digər belə deyək də, sənəd qəbulu ilə bağlı digər suallarınız varsa, ekranda gördüyünüz nömrəni WhatsApp-dan yaza bilərsiniz. 050 874 60 00 nömrəsini WhatsApp-dan yazıb istənilən sual ünvanlaya bilərsiniz. Qeyd edeyim ki, elektron sənəd qəbulu prosesində bizim tərəfimizdən aparılan qeydiyyatlara tam garanti verilir, 100% garanti verilir ki, heç bir yanlışlıq, səhv ola bilməz. Qeydiyyat prosesinin tamamilə mükəmməl formada tamamlanması zəmanət verilir. Hər hansı kiçik bir səhv olarsa, belə deyək də, ona biz cavabdehik ki, elə bir səhv ola bilməz. Yəni, siz bizə məlumatları tam doğru şəkildə verirsiniz, hansı bir sənədlər lazımsa onları və eləcə digər məlumatları qeydiyyat prosesini tamamlamaq, eləcə də digital login hesabının yaradılması və s. və digər bütün məsələləri biz həll edirik. Siz ümumiyyətlə heç bir iş görmürsünüz. Qeyd edeyim ki, əlavə olaraq da vurğulayım ki, qeydiyyat prosesinə artıq bizə start verilib, müraciət edə bilərsiniz. İndidən müraciət etməyinizin üstünlüyü nələrdir, onu da qeyd edeyim. İndi müraciət edən müəllimlərin adları siyahımıza yazılır və sənəd qəbulu başlayanda artıq o müəllimlər sosial şəbəkələrdə sənəd qəbulu prosesini axtarmayacaqsınız ki, nə vaxt başlayır, hara müraciət edək və s. Artıq siz bizə belə deyim də, qeydiyyatdan keçdiyiniz müddət hansı ki, qeydiyyatdan keçmisiniz, biz özümüz siyahıya uyğun olaraq həmin ardıcıllıqla bizdən qeydiyyatdan keçən müəllimlərlə bir-bir əlaqə saxlayıb, onların iştirakı ilə birlikdə qeydiyyat prosesini tamamlayırıq, onların təsdiq olunmuş elektron ərizələrini onlara təqdim edirik və qeydiyyat prosesi heç bir problemsiz yekunlaşır. Bir daha qeyd edirəm, yəni sənəd qəbulu prosesində heç bir problemsiz, heç bir çətinlik yaşamadan tam şəffaf şəkildə, aydın şəkildə qeydiyyat prosesini tamamlamaq istəyirsinizsə, ekranda gördüyünüz 050 874 60 00 nömrəsinin WhatsApp-dan yaza və yaxud da zəng edə bilərsiniz. Bütün müəllimlərə qarşıda gələn imtahanlarda uğurlar arzulayıram və belə deyim, bizə müraciət etmək istəyən müəllimlər də tələssinlər. Çünki qeydiyyat prosesimiz bizə siyahı var, limit, yəni o limitdə olandan sonra qeydiyyat prosesinə müraciət edən müəllimləri götürə bilmirik. Ona görə də xahiş edirəm, vaxtında yazın, müraciət eləyin ki, qeydiyyatdan keçirdək sizi. Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayarkən artıq biz özümüz sizlə əlaqə saxlayıb qeydiyyat tamamlayaq. Bir daha vurğulayıram, qeydiyyat prosesi də, Təhsil Nazirliyinin qeydiyyat prosesi də elə yaxın günlərdə başlayacaq. Ona görə də tələsin, bizə yazın, qeydiyyatdan keçin və sizin qeydiyyat prosesinizi inşallah ki, heç bir səhv olmadan tam düzgün formada yerinə yetirək. İndiyə qədər dinlədiyiniz üçün təşəkkür edirəm. Bir daha vurğulayıram, 050 874 60 00 nömrəsini WhatsApp-dan yaza və ya zəng edə bilərsiniz. Sağ olun, hər birinizə uğurlar.